Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün oynaq xəstəlikləri içərisində ən aktual olan artrozdan danışacağıq. Təbii ki, mövzu ilə bağlı geniş müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssis dəvət etmişik. İlk olaraq onu sizə təqdim edim. Moyamed Klinikasının revmatoloq, osteopat doktoru, bizim dəyərli həkim Əli Əlizadə. Doktor, xoş gəldiniz. Çox xoş gördük sizi də. Dəvətimizi qəbul etdiyiniz öncəliklə sizə təşəkkür edirik. Yollarda məlum səbəblərə görə bir az bizdə efirimizdə yubanma oldu. Təbii ki, canlı efir olduğuna görə belə şeylərin yaşanması da normaldır. Əsas odur ki, irəlidə müəyyən qədər zamanımız var və bu qədər zaman ərzində biz sağlam mesajlar ötürə biləcəyik, doktor. Keçən buraxılışlar ümumilikdə biz bütün bu xəstəlikləri təbii ki, toxunduq, amma yenə də mövzu və sahə o qədər genişdir ki, hər bir belə deyək də toxunuş ayrı bir mövzu müzakirəsidir. Bugün isə əslində diz oynaqlarından, burada yaşanan problemlərdən. Ümumiyyətlə, bu oynaqlarda bildiyimə görə, doktor, oynaqları yaradan bu sümüklərin ucunda qığırdaqlar var, deyilmi? Həmin bu qığırdaqlarımızdakı bu oynaq mayeyyəsi ilə sürtünmə olmadan hərəkətimizi tənzimləyir. Vay o gündən ki, bizim o hərəkət tənzimləyici qığırdağımızda bir zədələnmə olsun və yaxud da aşınma yaransın, artıq burada başlayır artroz və yaxud da artritlər. Deyilmi? Bu artrozun bir morfoloji təhlili istəyəcəm. Nədir? Buyurun. Bilirsiniz, bu o qədər aktual bir mövzudur ki, bir şeyə müdaxilə eləmək istəyirəm ki, orada qeyd elədiyiniz sürtünmə olmadan hərəkətin, yəni sürtünmə olmadan hərəkət mümkün deyil. Sürtünmə həmişə var, amma normal sürtünmə var, patoloji sürtünmə var. Yəni sürtünmə, hətta sükunətdə dayanan heç bir hərəkət eləməyən oynaqda belə sürtünmə var, sükunət sürtünməsi. Yəni fizika oxuyan istənilən insan bunu bilir. Amma sürtünmə var, sürtünmə var. Biri var ki, oynağın sürtünməsi nəticəsində normal hərəkətlilik əldə olunur. Bir də var ki, normal hərəkəti əldə etmək üçün patoloji sürtünmə baş verir və bu gələcəkdə qığırdağın deformasiyasına gətirib çıxaran amillərdir. Bunun əmələ gəlmə səbəbləri çox genişdir, çoxdur, çox müxtəlifdir. Əvvəla artroz dediyimiz terminologiya indi yeni adla deyil, dünyada çoxdandır. Postsovet məkanında əvvəl artroz adlanırdı. İndi osteoartrit xəstəliyidir. Biri var iltihabi artrit xəstəlikləri, bir də var qeyri-iltihabi revmatik xəstəliklər qrupuna aid olan osteoartritlər. Oynaqlar iki qrupa bölünür. Biri var sinovial oynaqlar, bir də var ki, sinoviyadan kənar sinxondrozlar. Bu sinovial oynaqların artrozlarına daha çox rast gəlinir. Artrozlar dedikdə, osteoartrit dedikdə bütün oynaqlarda artrozun olması, yəni osteoartritin olması mümkündür. Amma daha çox rast gəlinən oynaqlar var, çox nadir hallarda rast gəlinən oynaqlar var. Bunların tezliyinə görə fərqlənir. Bütün osteoartritlərin, yəni artrozların 50%-ni diz oynaqlarının artrozu təşkil edir. Digər artrozlar, digər oynaqlar artıq ikinci, üçüncü pillələri tutur rast gəlmə tezliyinə görə. Niyə? Çünki diz oynağı daha az müdafiə olunub, vətərlərlə, bağlarla müdafiə olunur. Bir dənə yeganə müdafiəsi önlən diz qapağıdır. Bu ekranda gördüyümüz rejissorumuzdan xahiş edəcək bu hissəni göstərsin. Yəni burada bu yandan gördüyümüz bu diz qapağı və onun üstündəki bunu əhatə edən vətər diz oynağının demək olar ki, ən ümdə müdafiəçisidir, qoruyucusudur. Məsələn, bud çanağını nəzər yetirsək, bud çanağında ətraf əzələlər o qədər belə əhatə olunmuş vəziyyətdədir ki, bud çanaq oynağının düzdür, orada da travmatik zədələnmələr olur, amma diz qədər olmur. Qat-qat diz oynağında zədələnmələr bud çanaq oynağından artıqdır. Amma yenə də diz qapağının qorunmasına rəğmən yenə də zədələnmələrimiz olur. Yenə də olur. Amma məsəl üçün, həm də diz oynağında artrozun baş vermə tezliyini gətirib çıxaran səbəblərdən biri diz oynağında qığırdaq sahəsinin çox böyük olmasıdır. Üç sümüyün birləşməsi nəticəsində əmələ gəlir. Böyük epikondullar var burada. Bu hündürlüklər
və onun orada sürtünmə sahəsi böyük olduqca orada zədələnmə ehtimalı da yüksək olur, hansısa səbəbdən olur olsun. Hansı səbəbdən diz oynağın artrozun ümumiyyətlə baş verməsi mümkündür? Birinci növbədə posttravmatik travma nəticəsində baş verən, əvvəla birinci növbədə onu deyim, mən həmişə sosial şəbəkələrdə də qeyd edirəm, həmişə, yəni məni dinləyənlər həmişə bilirlər. Biri var ki, iltihab nəticəsində, iltihab xəstəlikləri nəticəsində artrozun, osteoartritin əmələ gəlməsi. Bir də var digərləri. Digərləri nə aiddir? Posttravmatik, yaşla əlaqədar osteoartrozun baş verməsi, hormonal dəyişiklik nəticəsində baş vermə. Artıq çəki var, düzdür? Artıq çəki prosesi daha da sürətləndirə bilər. Artıq çəki hormonal balansın pozulmasıdır. Hormonal balansın pozulması da gətirib artroza çıxardır. Bəli, və nəticədə hormonal balans deməli pozulanda həm sümüyün, qığırdağın deformasiyası başlayır, həm də artıq çəki orada prosesi daha da sürətlənməsinə gətirib çıxarır. Çünki artıq çəki birbaşa oynağa təsir göstərən amil deyil əslində. Əgər belə olsaydı, artıq çəkiyə malik olanların hamısında artroz olmalı idi. Belə deyil. Sadəcə bu mərhələdə artıq çəkisi olanların oynağının zədələnmə ehtimalı daha yüksəkdir, daha sürətlə gedir. Risk faktoru artır. Bəli. Və iltihabi xəstəliklər, yəni podagrik artrit, revmatoid artrit, psoriatik artrit və s. bu kimi xəstəliklərin nəticəsində baş verən osteoartrozlar, digər artrozların dediyim kimi posttravmatik, yaşla əlaqədar, hormonal balansın pozulması nəticəsində baş verən artrozlardan fərqləri nədədir? Birinci nüansda iltihabı proses nəticəsində sinovial qişada, yəni bunun ətrafını tutan bir pərdə kimi sinovial qişa var, hansı ki sinovial maye onun içərisində olur. Həmin sinovial qişa qalınlaşır, ətraf toxumalarda iltihablaşır, sinovial qişa qalınlaşır, qalınlaşanda qığırdaq toxumasının qidalanması pozulmasın deyə orada mayenin miqdarı kompensator olaraq artır, bədən özü kompensatorunu artırır və qığırdaq toxumasını xilas eləmək üçün yəni proses çöldən içəriyə doğru, yəni əvvəl əzələdə, sonra vətər bağ aparatında, sonra sinovial qişada, sonra sinovial mayedə iltihab prosesi gedir, sonra qığırdaq toxuması zədələnir, sonra gəlir sümük üslüyü, sümük toxuması. Amma digər hallarda isə travmanı nəzərə almasaq, travmada işlər biraz hansı travmanı almasından asılı olaraq məsələ biraz qarışıq olur. Amma yaşla əlaqədar və hormonal balansın pozulması ilə baş verən artrozlarda içəridən çölə, yəni proses birinci sümük toxumasında gedir, ocaqlı osteoporoz baş verir, yəni sümüyün seyrəkləşməsi baş verir ki, qığırdaq toxumasının altında artıq sümük öz keyfiyyətini daşıya bilmir, öz bərkliyini qoruya bilmir. Eyni anda sinovial mayedəki qidalı maddələrin miqdarı artır. Çünki həm yaşın keçməsi ilə əlaqədar burada prolen hidroksiprolinə çevrilmə prosesi pozulur, vitamin C öz hidrogenini vaxtında çatdıra bilmir, daşıyıcılıq funksiyası zəifləyir və yaxud da ki, C-nin özünün miqdarı azalır və s. nüanslar baş verir. Eyni anda həm qığırdaq toxumada, sinovial mayedəki qidalı maddələrin miqdarı azalır, yəni qığırdaq normal qidalana bilmir. Həm də sümük toxumasının seyrəkləşməsi nəticəsində, yəni osteopeniyanın, osteoporozun əmələ gəlməsi nəticəsində qığırdağın altındakı toxuma da möhkəm olmadığı üçün qığırdaqda artıq çatlar əmələ gəlir, seyrəkləşmələr baş verir və deformasiya başlanır. Deformasiya başlananda artıq burada qığırdaq toxumasının hansı hissəsinin zədələnməsinə asılı olaraq da ağrı sindromu baş verir. Xəstə oturur, ağrımır, hərəkətə başlayarkən ağrı verir. Bu ilkin başlanğıcda biraz fərqli də ola bilir ki, ilkin başlanğıcda xəstə oturub ağrımır, hərəkətə başlayarkən xəstə çox, hətta ayağa qalxarkən deyir, bir an tərpənə bilmirəm, yeriyə bilmirəm, biraz yavaş-yavaş hərəkət edəndən sonra və yaxud da dizini açıb yumandan sonra artıq normal yeriyə bilir. Bu ilkin başlanğıcda bu cür hallar baş verir. Sonraki etapda artıq nə qədər çox hərəkət eləsə, o qədər ağrılar artır. Bir forması da var ki, tutma şəkilli ildırım formasında, ildırım tutmaları şəklində tutmalar baş verir.
Bu xəstədə heç bir ağrı yoxdur, heç bir şikayəti yoxdur. Gizli surətdə artroz prosesi, yəni deformasiya gedir. Xəstə hansısa cəld hərəkətlər eləyəndə, avtobusa minəndə, avtobusdan enəndə və yaxud da ki, çox rast gəlinir hansısa idman hərəkətlərində qəfləti ildırımvari oynaqda bloklanma baş verir. O qədər şiddətli ağrı baş verir ki, xəstə tam hərəkətini itirir. Bir neçə dəqiqəlik harasa uzanmalıdır, yıxılmalıdır və yaxud da oturmalıdır. Yəni tam hərəkətsizlik, oynağın tam blokadası baş verir. Bəzən xəstənin əlinin altından ağrı kəsici dərman preparatı varsa ondan istifadə edir, bəzən də heç bir şey istifadə eləmir. Bir neçə 15-20 dəqiqə, maksimum yarım saat ərzində oynaq ağrıları tamamilə keçir. Yenə xəstə öz hərəkətinə davam edir. Bir müddət sonra, ola bilər bir həftə, ola bilər 20 gün sonra təkrar tutmalar baş verir. Bir neçə aydan sonra artıq tutmalar arasında məsafə qısalır, artıq hər həftə tutur, sonra hər gün tutur tutmalar və deformasiya bu cür sürətli gedir. Yəni o demək deyil ki, hamısında oturda ağrı keçməlidir, duranda ağrı başlamalıdır, xeyr. Bəzən də oynaq ağrıları gecə ağrıları ilə də müşahidə olunur. Xəstə deyir, gecə səhərə qədər oynağımın ağrısına yata bilmirəm. Bu iki nüansda mümkündür. Ya xəstədə yanaşı başqa problem də var, sinir zədələnmələri, onurğada problemlərin olması yanaşı olaraq hansı ki mümkündür və yaxud da ki, həmin oynaqda ilkin etapda venoz durğunluq baş verir qan damarında və venoz durğunluq nəticəsində də dizdə gecə ağrıları, biraz şişkinlik olur, həm də gecə ağrıları baş verir. Amma artritli, revmatoid artritdə, podagrik artritdəki sinovial maid istili olur. Bunların gedişatı biraz fərqli olur, nəinki digər hallarda artrozun baş verməsi. Yəni qızdırma olunması, qızartıların olması, yerli hərarətin olması, qızartı, bəli, ola bilir. Hansısa ağrı kəsici dərman qəbul edəndə uzun müddətli ağrıların kəsilməsi, ilkin etapda bu cür başlayır. Osteoartritlərin elə hamısı. İlkin etapda bəzən xəstə o qədər ağrı kəsicilərə aludə olur ki, elə bilir ki, elə belə olmalıdır. Əvvəl bir ağrı kəsici atır, 3 gün ağrı kəsir, sonra bir ağrı kəsici 2 gün, 1 gün, sonra gündə 2 dənəsini atır. Artıq ağrı kəsici xeyir eləməyəndə yadına düşür ki, bir həkimə getmək lazımdır, həkimə müraciət etmək lazımdır. Bir də burada bir məsələ var ki, doktora, ümumiyyətlə diz oynağı xəstəliklərin əziyyət çəkənlər düşünürlər ki, daha çox yürüyüş etsələr, bu onların işinə və faydasına yarayacaq deyə. Bəlkə də bu doğru bildiyimiz yanlışlardan biridir, deyilmi? Ən birincisidir, deyərdim. Doğru bildiyimiz yanlışlardan ən başda duranıdır. Çünki çox yanlış addımdır. Əgər oynaqda deformasiya varsa, biz onu gücləndirən hərəkətlər etməliyik. Çox hərəkət etdikcə oynaqda deformasiya daha sürətlə gedir, sürtünmə daha çox gedir. Bilirsiniz, oynaqda əgər artroz varsa, zədələnmə varsa, bu artıq ətraf əzələlərin zəifləməsi fonunda gedir. Çünki bədəndə bir nahiyə bir dəfəyə zədələnmir. O oynağın zədələnməsi, oynağın deformasiyası kompleks bir xəstəlikdir. Yəni ətraf toxunmalarda da o proses gedir, sinovial qişada da gedir, qanda da hansısa hormonlarda dəyişiklik baş verir. Yəni orqanizm tamamilə o osteoartroza köklənmiş vəziyyətdə olur və bunlarda prosesi pilləli şəkildə hamısının bir-birinin ardınca çözülməlidir müalicəsi gedərkən. Elə mənim dizimin ağrısı kəsilmək üçün hansısa bir addımın atılması bu yanlış addımdır. Bir oynağı bu maşının ehtiyat hissəsi deyil ki, bir təkəri çıxardıb dəyişəsən. Bir oynaqda problem varsa, bu bütün orqanizmdə gedən patoloji proseslərin bir nəticəsidir. Burada da əgər onun müalicəsini aparmaq istəyirsənsə, bu proseslərin hamısını da çözə-çözə getməlisən. Çünki bir oynaqda zədələnmə varsa, xəstə istər-istəməz axsıyır. Yeriyərkən az kiçik ağrılar olanda, xəstə özündən asılı olmayaraq, özü hiss etmədən ağırlıq mərkəzi dəyişir sağlam tərəfə, xəstəyə arxadan bələd adam baxanda görür ki, biraz əyri yeriyir. Bu əyriliyin səbəbi onurğadan da ola bilər, oynaqdan da ola bilər, topuqdan da ola bilər, dabandan da, dizdən də, çanaqdan da, istənilən səbəbdən bir tərəfə əyilmələr ola bilir. Çünki kompensator olaraq insan qoruyucu funksiyası işə düşür və ağırlıq mərkəzini dəyişir sağlam tərəfə. Bəli. Və o da bizə çatışmır. Və bu da birazdan sonra artıq axsama prosesi baş verir, biraz da ağırlaşandan sonra. Axsama prosesi də baş verdisə, o deməkdir ki, artıq orqanizm həmin zədəli oynağı qorumaq üçün o yerə basma deyir, dizimi yerə qoyma. Sən artıq hərəkət etdikcə, çox yol yeridikcə, əl-əl xüsusda ağrı kəsici dərman qəbul eləyib hərəkətə başlayarkən, o proses orada sürətlə gedir, sadəcə siz onu hiss eləmirsiniz. Siz onu hiss eləmirsinizsə, deməli artroz prosesi daha da sürətlənir.
bir neçə ay, bir neçə il sonra daha sürətli prosesə gətirib Hansı çıxaracaq. ki, gecikmiş dönəm yaşına bilər. Zədələnmiş oynağın bərpası nə zaman mümkün olmur, o zaman süni oynaqlar artıq işə keçir məsələsinə toxunmanızı istəyəcəm. Bizim reklam aramız qısa reklam fasiləsindən sonra yenidən buradayıq. Reklamlar bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, biz bugün diz oynağı xəstəliyindən, artrozdan danışırıq. Qonağımız isə Mayamet Klinikasının revmatoloq, osteopat doktoru Əli Əlizadə. Təbii ki, mövzuya keçid etməzdən öncə ilk olaraq verilişimizin baş sponsoru Best Beef ət və ət məhsullarına dərin təşəkkürümü bildirmək istəyirəm. Elite Food Company 2002-ci ildən Best Beef markası adı altında fəaliyyət göstərir. Uzun illərdir fəaliyyət sahəsində özünün adını və brend markasını qoruyub saxlayacaq, siyahılarda birinci yerdə tutaraq artıq böyük bir peşəkarlığa söykənəcək kollektiv heyəti və orada istehsal olunan məhsulların gigiyenik təmizliyinə tam zəmanət öhdəsinə götürüblər ki, hansı ki, bugünə qədər hansısa bir problemin yaşanmasında və narazılığın olması hələ də aşkarlanmayıb. Əslində, bu bizim sağlamlığımızın, sağlam qidalanmağımızın təminatı və zəmanətidir. Ona görə də sizə böyük bir təşəkkür düşür. Best Beef ət və ət məhsulları. Təşəkkür edirik. Mövzumuza isə keçid alaq. Reklamdan öncə təbii ki, bu diz qapaqlarının süni oynaqların qoyulması, endoprotezlərin qoyulması, amma yenə də doktor, o mərhələyə qədər bir uzun bir mərhələ var ki, biz nə zaman orada artıq son dayanacağımızdır, deyilmi? Buna qədər artrozun bilik dərəcələri var. Bu müalicənin də elə terapiya uyğulaması da hər zaman deyir ki, xəstəliyin ağırlıq dərəcəsinə görə müəyyənləşir, deyilmi? Mütləq xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müalicə taktikası seçilir və yaxud da ki, cərrahi əməliyyat məsləhət görülür. Cərrahi əməliyyat nə zaman məsləhət görülür? Çünki cərrahi əməliyyat bütün dünyada, bütün hallarda ən sonuncu addımdır. Hansı ki, geri dönməz proses baş verib, xəstə tamamilə kontrakturalı, qığırdaq, nəinki qığırdaq toxuması, artıq sümük toxuması zədələnib, qığırdaq toxuması geyilib keçir. Sümük toxumasının zədələnməsinə artrozlar 5 dərəcə üzərindən götürülür. 0-cı dərəcədən başlayır, 4-cü dərəcəyə qədər davam edir. 0, 1, 2, 3, 4-cü dərəcə. 4-cü dərəcə sonuncu mərhələdə burada model olaraq belə göstəricilər sırayla görünüb. Hansı hallarda, hansı dərəcələrdə bu 1-ci, 2-ci, 3-cü, 4-cü dərəcədir. 0-cı dərəcədə ancaq MRT görüntüsündə orada 0-cı dərəcənin aşkarlanması mümkündür. Belə rengenoloji olaraq heç bir patologiya görülmür, görmək də mümkün deyil. Amma dərəcənin artıq olması təkcə ilə oynağın vəziyyətinə asılı deyil. Xəstənin yanaşı xəstəliklərindən, çəkisindən, yaşından, həyat tərzindən, bir də sağalmaq istəyindən asılıdır xəstəliyin. Xəstəliyin ağırlaşması fonunda xəstənin əzələləri də zəiflədiyi üçün biraz ağır xəstələr kontraktura baş verəndə, əzələlər zəifləyəndə istər-istəməz həmin insanları, düzdür, ədəbiyyatda bu barədə bir göstərici yoxdur, amma mən şəxsi praktikamda çox görmüşəm bunu. Həmin insanlarda bir tənbəllik də başlayır. Az hərəkət etmək, idman etmək istəməmək, oynağı tərpətməmək istəyi ki, heç bir hərəkət eləmir. Ağırlaşdıqca bu tənbəllik daha da artır. Çünki əzələ zəifləyir. Əzələlər tonusdan düşdükcə, zəiflədikcə insan daha az hərəkət etmək istəyir. Çünki artıq hərəkət artıq problem törədir, əziyyət çəkir. Əzəllərin işi tonusdan düşmüş olur. Və ona görə də bu 5-ci maddə dediyim xəstənin istəyidir. Xəstənin istəyi olarsa, hətta ağırıncı 4-cü dərəcəli artrozlarda belə cərrahi əməliyyat olunmadan normal insanın yaşına uyğun həyat tərzini təmin etmək mümkün olur. Əgər deformasiya nəticəsində sümük toxuması zədələnməyibsə, dağılmayıbsa, nekrotik ocaqlar, böyük ölçülü nekrotik ocaqlar yoxdursa, bu halda həyata qaytarmaq mümkündür. Amma bütün hallarda cərrahi əməliyyat, məsələn, endoprotez əməliyyatının aparılması xəstəni ağrılardan xilas edirmi? Xeyr. Niyə? Çünki bəzən xəstədə ağrıyan diz deyil, ağrıyan oynaq deyil, digər oynaqda problem daha çox olur.
və çox oynayan, ağrıyan oynağında üzərinə düşürlər, onun müalicəsi, sonra endoprotezi. Xəstə deyir ki, bir çox hallarda rast gəlmişəm. Demək olar ki, buna hər gün rast gəlirəm ki, xəstə şikayət edir, qonşuda filan kəs və ya qohumda filan kəs və ya xəstə özü gəlir ki, bir oynağım endoprotez eləmişəm, yenə də ağrıyıram, tərpənə bilmirəm. Bu niyə baş verir? Xəstənin bir dizində zədələnmə varsa, burada zədələnmə nəticəsində rejissorumuzdan xahiş edib bu modeli göstərsin, kontraktura əmələ gəlir. Kontraktura nə deməkdir? Fleksiyon, ekstensiyon kontrakturalar var. Yəni, bükülmənin mümkünsüzlüyü nəticəsində baş verən kontraktura, bir də tam açılmanın mümkün olmaması nəticəsində baş verən kontraktura. Ya diz oynağı yarım bükülü, biraz yandan göstərim, belə daha görüntülü olsun. Diz oynağı tam açılmır, belə yarım bükülü, biraz bükülmüş vəziyyətdə qalır və yaxud da ki, tam açıqdır, diz oynağını qatlamaq mümkün deyil. Və yaxud da ki, hər ikisi, diz oynağı nə axıra qədər açılmır, nə də axıra qədər qatlanmır. Yəni, o deməkdir ki, qatlanmırsa, o deməkdir ki, bu xəstə heç vaxt yerdə otura bilmir. Xəstənin hərəkət məhdudluğu var və bu cür kontrakturalı diz oynağı axıra qədər açıla bilməyən xəstələrdə də çox vaxt ağırlıq mərkəzini salır digər sağlam oynağa və bir müddət sonra sağlam oynaqda deformasiya sürətlə başlayır getməyə, hətta cərrahi əməliyyata qədər gəlib çıxır, amma səbəbkar budur. Bəli. Çünki bir diz oynağı axıra qədər açılmırsa, xəstə bütün ağırlığını salıb digər oynağa. Digər oynağa bir tərəfli əgər hərəkət edirsə xəstə, o deməkdir ki, xəstənin çanağında da əyrilik var, artıq bütün ağırlıq mərkəzi dəyişib. Ağırlıq mərkəzi düzəlmədən, bəli, ağırlıq mərkəzi düzəldilmədən, bərpa olunmadan, oynağın, kontrakturalı oynağın hərəkəti bərpa olunmadan, digər oynağa nə müalicə, nə hansısa cərrahi əməliyyatdan söhbət gedə bilməz, heç bir olunsa belə lazım olan effekt alınmayacaq. Amma o cür halda xəstənin digər oynağının müalicəsi düzgün aparıldıqda, kontrakturadan xəstə xilas edəndə olunduqda ki, xəstənin diz oynağının hər ikisi axıra qədər düzgün açıla bilsin, normal halda bu qaydada düzgün hərəkət oxu düşməlidir düz vəziyyətdə. Əgər biraz çəpdirsə və yaxud da yana əyilmə varsa, xəstənin dizində, diz oynağında əsasən içəriyə doğru, çünki daxili epikondula, medial epikondul biraz ölçüsü daha kiçikdir, çöl epikondul, lateral epikondul daha böyükdür. Ona görə də diz oynağında deformasiya gedəndə ən çox içəriyə doğru diz oynağı əyilmiş olur. Şəhərdə də özünüz də görmüş olarsınız, bir də diqqətlə baxsınız, görərsiniz artrozda axsayan adamlarda diz oynağı biraz əyilmiş vəziyyətdə olur. Deformasiya bu şəkildə gedir. Əgər bu ağırlıq mərkəzi bərpa olunub, o deformasiya, yəni o şaquli hərəkət, düzgün hərəkət oxu düzgün bərpa olunmayıbsa, orada hansısa sehirli iynənin oynağa yeridilməsi, güya oynağı bərpa eləməsi, güya ora hansısa bir aplikasiyaların, vannaların olunması, güya hansısa bir sehirli güya kimsə nəsə elədi, ağrım kəsildi. Bunlar hamısı mifdir, bunlar hamısı müvəqqəti bir şeydir. Biz elə ona toxunmağınızı xahiş edəcəm. Bizim telefon bağlantımızda tamaşaçımız var. İcazənizlə eşidək. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam, günortanız xeyir olsun. Aqibətiniz xeyir olsun. Mən bilirsiniz, sual vermək istəyirdim. Mənim qaynanam da onurğasındadır. Dizdə deyil problem. Siz onunla bağlı mənə cavab verə bilərsiniz. Buyurun, buyurun. Biz bütün oynaq dayaq sistemi xəstəliklərinin müalicəsinə məşğuluq. Təkcə elə diz oynağı deyil. Qaynanamda problem çoxsanda var. 8 aydır da artıq. 8 ayda əziyyət çəkir. Onda yırtıq yoxdur. O MRT olunubdur, rentgen olunubdur. Yırtıq aşkarlanmayıbdır. Amma osteoporoz var, yeyilmə var. Çox cüzi miqdardadır. Bu cüzi miqdarda olmasına baxmayaraq çox dəhşətli ağrı verir. Müalicə aldı, çox iltihab əleyhinə müalicələr aldı. Çox müalicə aldı, amma ki bir xeyri yoxdur da. Yəni sualınız nədən ibarətdir xanım? Verilişin vaxtı gedir. Sualınızı buyurun. Yəni bunun ağrının vəziyyətini yüngülləşdirmək olar aslında. Xanım, ağrının vəziyyətini yüngülləşdirmək üçün ağrı kəsicilərdən istifadə etməyə lüzum yoxdur. Sadəcə səbəbi aradan qaldırmaq lazımdır. Bilirsiniz, keçən verilişimizdə onurğadan danışanda da mən qeyd elədim ki, bir çox hallarda MRT olunur, yırtıq yoxdur. Yırtıq səbəblərdən sadəcə biri ola bilər ki, siniri sıxsın. Bir çox hallarda demək olar ki, 60-65% hallarda fəqərası disk yırtığı olmasına baxmayaraq, ağrının səbəbkarı heç yırtıq deyil. 60%, yəni çox böyük rəqəmdir.
Yəni onurğada ağrının olması üçün mütləq orada yırtığın olması lüzumu yoxdur. Osteoporoz nəticəsində orada kompression sınıqlar ola bilir olsun, çökmələr ola bilər. Əzələnin bir tərəfli və yaxud hər iki tərəfli əzələ zəifləməsi nəticəsində kompressiya oynağa düşə bilər, onun nəticəsində ola bilər və yaxud da ki, çanağın əyriliyi, omanın əyriliyi nəticəsində hərəkət oxunun əyilməsi nəticəsində ağrılar ola bilər. Yəni bunun üçün evdə ağrı kəsici atmaq məcburiyyətində deyilsiniz. Həkiminizə müraciət edin. Mütləq həkimə müraciət edin. Həkim onu müayinə olunanda ağrının səbəbini aradan qaldırmağa çalışmaq lazımdır, xanım. Hansısa ağrı kəsicilərdən və yaxud da ki, iynələrin, blokadaların olunmasına sövq eləmək lazım deyil. Bəli, hansı ki, biz indi o haqda danışacağıq. Elə siz elə efirə problem baxmışkən, bəli, hər zaman elə sizin də daha çox elə yanaşdığınız əslində istiqamət ona görə sağlam istiqamət sayılır ki, siz üzdə olacaq ağrını dərhal götürüm, ağrını ovudum, sakitləşdirim deyil, onu yaradan səbəbə toxunuş edərək onu aradan qaldırmaq. Ağrı varsa səbəb var. Bəli, səbəb. Ağrı nəticədir, amma səbəb isə doktor da sadadı bir neçə səbəb ola bilər. Ən gözəli isə artıq mütəxəssisə müraciətdən başlayır və məsləhət görərdik ki, elə Əli doktora müraciət edin. İnşallah ki, qaynananızla olacaq problem aradan qalxacaq. Necə ki, biz tam əminliklə müraciət edəcək insanlarımız hələ bu günə qədər tam effektiv nəticəni almışıq. Ona görə tam zəmanətimizlə deyə bilərik. İcazə verirsə növbəti zəngi qoşaq, yoxsa deyəcəkləriniz var? Yəni sualınız varsa sualınızı deyin. Bizim tamaşaçılar, bizim elə 3 dəqiqədən sonra növbəti reklamımız olacaq. İstəyirsiniz xəttə qoşaq tamaşaçıdır. Sizi görmüşük. Ola bilər kiməsə bir faydamız toxunmuş olar, doktor. Eşidək sizi də. Hər vaxtınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir, qızım. Hər vaxtınız xeyir. Mənim sualım həkimədir, qızım. Buyurun. Doktor, mənim ayağım limfostazdır 4-cü dərəcəli. Bəli. Bir də ki, artroz da 4-cü dərəcəlidir. Mənim də ayağım 2 dəfə qanqrena başlayacaqmış. Türkiyədə əməliyyat olmuşam, mənim müdafiə ediblər də, spasat ediblər ayağımı, ayağım üstündədir. 2 dəfə də Moskvada əməliyyat olmuşam. Dizim bərbad vəziyyətdədir, gəzə bilmirəm. Mənə də ki, o birisi xəstəliyimə görə gəzmək lazımdır. İndi mən bir həkim yanına gedmişəm, deyir, iynə vurdurmaq lazımdır oynağa. İndi mənə bu vəziyyətdə, ayağımın bu vəziyyətində iynə olar, yoxsa olmaz. Xanım, əvvəla efirdən dinləyin. Əvvəla baxır nə iynəsi vurmaq. Bu əsas məsələdir. İynə vurmaq lazımdır deyəndə hansı iynədən söhbət gedir? Onun məsələsi var. İkincisi, oynağınızın vəziyyətindən asılıdır. Hansı vəziyyətdədir? Bayaqları sizə qeyd elədim axı. Hərəkət oxu hansı vəziyyətdədir? Oynağın hər ikisində müqayisəli hərəkətlilik, deformasiya, kontraktura, bayaqları qeyd elədiyim diz oynağı axıra qədər qatlanıb açıla bilirmi? Yəni bu hərəkətlilik oynaqda varmı? Yoxdursa, ora hansısa iynənin vurulması da o qədər effekt verməyəcək və yaxud da ki, deformasiyasının dərəcəsindən asılı olaraq bunu belə sözlə, telefonla o qərara gəlmək mümkün deyil. O oynaq ancaq o cür vəziyyətdədirsə, limfostazı da varsa xəstənin, qan dəyərləri və oynağın MRT görüntüsünə baxılmadan o qərarı kimsə deyə bilməz, cavab verə bilməz, yəni mümkün deyil. Yəni orada çünki çox nüanslar var. Hansı halda, hansı yanaşı xəstəliklər, xəstənin şəkər xəstəliyi ola bilər, zobda problem ola bilər, başqa problem. Bunların hamısı da o prosesə təsir göstərən amillərdir. Kimsə deməsin ki, mənim şəkərimlə işim yoxdur. Şəkər normada deyilsə, sağalma prosesi də ləng gedəcək və yaxud ümumiyyətlə getməyəcək. Həm də biz buradan doktor sadəcə biz fərzilər üzərindən fikir yürüdə bilərik. Tam təsdiqini verəcək diaqnoz qoymaq da bizdə əgər xəstəyə baxmadan ona nə icazəmiz, nə səlahiyyətimiz çatmır. Ən gözəl tam diaqnozun qoyuluşu təbii ki, mütəxəssis tərəfindən baxışdan sonra keçir. Bəzən də çox qəribədir. İndi bizim reklam fasiləmiz var. Elə fasilədən sonra özümüzü körtəbii formada üsullar var ki, kutsal üsullarla özümüzü sakitləşdirməyə müalicə edirmiş kimi fikirlərə özümüzlə aldatmağımız var, doktor. Yəni, hansısa bir vasitələrlə günün ən yaralı yeri, aktual məsələləri isti vannaların qəbuludur. Bilmirəm, artıq son dönəmlərdə daha çox dəb halını almış, quyruğun qaynadılaraq yağ halını alıb isti-isti dizlərə kompres olaraq qoyulmasıdır. Müəyyən bir müalicə artıq məkanlarında həmin vannaların və prosedurların
durmadan mütəmadi həkim nəzarəti olmadan, öz bildiyimiz qrafiklə və arada olan intervalları belə gözləmədən etməyimizdir. Bunlar bizi nəyə doğru aparır? Niyə bunlara bu qədər meyillik? Bizim reklam fasiləmiz var. Çox kiçik reklam arasından sonra bu haqda danışmağınızı sizdən xahiş edəcəm. Reklamlar, sonra yenidən buradayıq. Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Doktor, reklam öncəsi verdiyimiz sual, kör-təbii üsulla özümüzün etdiyimiz özümüzə qarşı müalicə metodları harada? Bu yanlışlıqları niyə bu qədər vüsət alıb? Birinci yanlışı, ən başlıca birinci yanlışı bayaq qeyd elədik, çox yol hərəkət eləmək. Çünki bu cür xəstələrin çox hərəkət etmək, deformasiyanı artırmaq deməkdir. Ancaq əzələ gücləndirən hərəkətlər etmək lazımdır. Əzələ gücləndirən insanın hərəkəti də iki dənə ən başlıca hərəkəti qeyd edeyim. Birincisi, evdə yerdə oturub durmağı məşq eləmək, yerdə ayağı uzadıb oturmaq olar və bardaş qurub oturmaq olar. Heç onları da eləməyə vaxt yoxdursa, sadəcə oturub əyləşib qalxmaq proseduru, yəni bu dörd başlı əzələri gərib gücləndirmək. İkincisi də ən gözəli pillələri piyada qalxmaq. Hara qədər qalxa bilirsə, 2 mərtəbə, 3 mərtəbə qalxıb, sonra ardını liftlə davam eləmək. Amma enməmək şərti ilə, enmək olmaz, lifti olmayan pillələri qalxmaq olmaz. Çünki artrozu olan şəxs ilkin başlanğıçda o qədər də fərq eləmir, amma biraz ağırlaşmış fazalarda pillələri qalxmaq olar piyada, amma enmək olmaz. Yəni buna ciddi riayət olmalıdır. Qaldı sizin dediyiniz o hansı ərzaq məhsulunun oynağa bağlayıb güya sağalması məsələsi. Bu bal da ola bilər, quyruq da ola bilər, yəni müxtəlif kələm bağlayırlar. Tərəvəzlərin, yağlı xəmirlərin istifadəsi. Bütün növ qida məhsulları qidalanmaq üçündür, oynağa bağlamaq üçün deyil. Yəni heç bir dəxli də yoxdur, əlaqəsi də yoxdur. Kimsə onunla sağalır, yaxud ağrısı kəsirsə, orada ya psixosomatik problemdir, psixoloji problemdir və yaxud da ki, vətərdə, əzələdə hansısa rigidlik baş verib, yağ krem yaxmaqla onu yumşalda bilər, nisbətən ağrıları azala bilər. Amma oynağın içərisində dəxli yoxdur. Çünki ərzaq məhsullarının heç birinin tərkibində dəridən içəri, dəridən keçib, sonra əzələdən keçib, sonra sinovial qişanı keçib, oynağın içərisinə müdaxilə eləmək qabiliyyətinə malik deyil. Mümkün deyil, belə bir şeyin olması mümkün deyil. Amma əksinə ziyanı nədir? Bütün növ sinovial oynaqlarda, yəni bura diz oynağı da aiddir, bu çanaq oynağı da aiddir, ətraf oynaqların hamısı aiddir. Bura sinovial oynaqlar. Burada isti aplikasiyalar zamanı deformasiya daha sürətlə gedir. Əgər yanaşı olaraq oynaqda iltihab varsa, bu iltihabın tamamilə ağırlaşmasına gətirib çıxaran amildir. Əksinə biz bu cür oynaqların müalicəsində bəzən buz terapiyasından istifadə olunur, soyuq temperaturdan. Amma hansısa balın, quyruğun oynağa bağlanıb sağalması, yəni bunu kim düşünüb mən bilmirəm. Dünyanın heç bir ədəbiyyatında belə şey rast gəlmək mümkün deyil. Kör-təbii sürətdə və yaxud da ki, isti vannaların qəbul edilməsi, getdim sanatoriyada, isti vanna qəbul elədim, güya ağrılarım keçdi. Bu əzələ ağrılarına təsir göstərə bilər, onurğa ağrılarına təsir göstərə bilər. Amma ətraf oynaqların deformasiyası varsa, bütün növ isti vannalar, sanatoriyalarda hansısa isti aplikasiyaların olunması işin ziyanınadır. Oynaqların gələcəkdə daha tez ağırlaşıb, daha tez sıradan çıxmasına, deformasiyanın ağırlaşmasını gətirib çıxaran amillərdən birincisidir. Bu hala biz hər gün rastlaşırıq ki, getdim sanatoriya müalicə almağa, əvvəla onu qeyd edeyim ki, sanatoriya müalicə üçün deyil. Sanatoriya dediyimiz şey bütün dünyada dincəlmək üçündür. Dincəlməklə yanaşı, orada stres faktorlardan kənar olursan, telefondan kənar yaşayırsan, sadəcə insan psixoloji olaraq biraz sakitləşir. Biraz da fizioterapevtik hansısa prosedurlar olunsa, relaks, masajdır, başqa məsələdir. Bəli, bu insanı rahatlada bilər, amma müalicə üçün deyil, o müalicə deyil. Dünyanın heç bir yerində masaj tibbi prosedur sayılmır. Bu sanatoriyalarda dincəlmək üçün və yaxud da ki, saunalarda istifadə olunan prosedurdur. Bu müalicə üçün deyil və yaxud da ki, isti vannalar müalicə üçün deyil. Bu rahatlamaq üçün ola bilər. Kimsə gedib sağalıbsa, Allah canı sağ eləsin. Yəni o deməkdir ki, o xəstə deyilmiş. Yəni onun xəstə olmadığının göstəricisidir. Bu belə bir şeydir. Yəni xəstə müalicə üçün olan yerin üzərinə ya klinika yazılır, ya xəstəxana yazılır. Yəni sanatoriya dincəlmək üçündür, müalicə üçün deyil.
Bir də bizim elə efirimizin də bitməsinə çox az sayda dəqiqələr qaldı. Doktor, sonda olacaq bu bayaq da toxunduq endoprotez, bu süni oynaqların yerləşdirilməsi hər kəsə şamil oluna bilərmi və burada yaş məhdudiyyəti varmı? Xeyr, yaş məhdudiyyəti yoxdur. İstənilən yaşda tətbiq oluna bilər. Çəki məhdudiyyəti var. Bütün endoprotezlər təxminən 90 kiloqrama qədər tənzimlənir. Böyük çəkili şəxslərə endoprotez qoyula bilərmi? Bəli, qoyula bilər. Amma məhdud hərəkətlilik yaradır. Çünki bu cür insanlar artıq cəld hərəkətlər eləyə bilməz. Hansısa pilləkən enmək kimi ya toyda oynamaq kimi hansısa hərəkətlər zamanı artıq çəki nəticəsində protezin sınması baş verir ki, bu da reimplantasiya, yəni təkrar implantasiya gətirib çıxarır. Bu da əlavə problemlər, həm də əlavə çox böyük məbləğdə xərclər deməkdir. Ona görə də endoprotezin qoyulması üçün çəkiyə nəzarət vacib şərtdir. 90 kiloqramın üzərində olan çəkili şəxslərə endoprotezin qoyulması məcburi qaydada mütləq göstəriş olduqda o qoyulur, amma çox böyük risk daşıyır. Sonda isə onu istəyəcəm. Doktor, siz təbii ki, Azərbaycanda elə fəaliyyət göstərəcək, o birincilərdən sizi osteopat olaraq bu sahənin bilicisi, bunun hətta məktəbini, təhsilini, tədrisinin belə qoyulub və bu işdə marağı olan, gənc nəslin artırmasına marağı olan insanlardasınız. Sizin elə müalicə metodunuz, yöntəminiz də fərqlidir. Baxın, müalicədə artıq o elmin də bu elmdə, bəlkə də biz bugünə qədər bu osteopat müalicələrin bu xəstəlikdə varmı deyəcək anlayışını heç düşünməmişik. Ağlımıza dediyimiz kimi bu prosedurlar gəlib, dizlərimizdə müəyyən iynələrin vurulması, sonda isə bu süni oynaqların əməliyyatın olması. Amma müalicə var. Mən istəyirəm ki, bu müalicə metodunuzun bu xəstəliklər üzərindən reallıqda vardır. Yəni, bu son deyil, bitmiş, artıq ömrüm boyu bu formada yaşayacağım deyə anlayış yoxdur. Yəni, müalicə və bərpa mümkündür. Müalicə metodunuzdan istəyəcəm. Tamamilə mümkündür. Yəni, bu osteopatiyanın qeyd ediləcək, bizim elə osteopatiyaya həvəs göstərib gedib osteopat olmamızın, o təhsili almağımızın əsas səbəbi xəstələrimizin öncə də bu xəstəliklər, diaqnozda xəstəliklər biz baxırdıq. Amma ondan öncəki problemlərdə bayaq qeyd elədiyim kontrakturaların hansı həddə qədər açıla bilməsi, çanaq əyriliklərində, o hərəkət oxunun əyriliklərinin düzəldilməsi prosesi osteopatiyasız zaten mümkün deyil bura. Və hətta xəstənin diaqnostikasında bu cür qlobal yanaşma məsələsi belə osteopatiyadan öncə başqa sahələr, məsəl üçün ortopedlər ancaq oynaqla məşğul olur, vertebroloqlar ancaq oynaqla məşğul olur, hamısı cərrahi branşlardır. Amma bunların bir-birindən vəhdəti, bir-birindən əlaqəsinin olması məsələsi sırf bizim osteopatiya ilə məşğul olmağa başladıqdan sonraki yanaşma tərzimizdən irəli gəlir ki, bu cür hallarda hansı vəziyyətə gətirib çıxarır, hansı oynağın ağrısı və yaxud məhdudluğu hansı ətrafda, aşağı ətrafda və yaxud da yuxarı ətrafda gətirib məhdudluğa çıxarda bilir. İndiyənə qədər həmişə də rast gəlmiş ola bilərsiniz ki, ətraf oynaqların əyriliklərində bayaq dediyim, əgər deformasiya baş verib və oynağın yana əyilməsi baş veribsə, burada oynağın özündən yox, prosesin düzəlməyə biz artıq boynundan, kürəyindən başlayırıq. Deformasiyanın düzəldilməsi, hərəkət oxunun bərpası məsələsinə. Burada artıq oynağa oynaq kimi baxılmır, orqanizmin bir hissəsi kimi baxılır ki, yanaşma tərzi də fərqli olur. Yəni biz bunu hər gün xəstələr üzərində tətbiq edirik. Hətta çox zədələnmiş oynaqlarda, məsəl üçün xəstə var ki, getmişəm filan sehirli iynəni vurdular, filan qədər pul verdim, çox böyük rəqəmlərlə pul xərcləyirlər, amma heç bir xeyri yoxdur. Gəlir biz sadəcə hərəkət oxunu dəyişən kimi hələ oynağın müalicəsi başa çatmamış deyir doktor, ağrılarım azaldır, rahatlaşır. Vəziyyətim yaxşılaşdı, xəstənin yerişi dəyişir, xəstələr çəliyin atır, əsassız yeriməyə başlayır. Yəni, bunlar belə möcüzə kimi kiməsə gələ bilir. Düzdür, gələn xəstələrin hamısı elə birinci çatan kimi o saat yerimək istəyir. Bu mümkün deyil. Burada etaplı şəkildə xəstənin müalicəsinin aparılması və ələlxüsusda bayaqlar verilişin birinci yarısında qeyd elədiyim kimi xəstənin sağalmaq istəyidir. Xəstə sağalmaq çox istəyirsə, bu çəkisini azaltmağa da razı olacaq, başqa əziyyəti də çəkməyə razı olacaq, əzəllərin gərilməsinə də razı olacaq. Burada yaş həddi yoxdur. Hətta bu dediyim məsələlər, oynağın deformasiyasının dayandırılıb regenerasiya əldə olması, yəni bərpanın əldə olması, hərəkətin bərpa olması 70 yaşda da mümkündür, 80 yaşda da, inandırıram sizi 90 yaşında da. Bizim bu xəstəlik üzrə ən yaşlı xəstəmiz 92 yaşında olub. Maşallah. Ki, ayağa qaldırmışıq, durulmuşuq
və hərəkətini bərpa eləmişik, normal həyat tərzi bəxş eləmişik. Bəli. Mən elə öz adımdan da əslində sizin orada çalışdığınız Mayamed klinikasında böyük bir ekibin, böyük bir komandanın fəaliyyəti. Çünki komple müalicə aparılır. Mən bunu canlı şahidi olmuşam. Ona görə də orada peşəkar insanların, baxın dediyiniz kimi bir yerdə ağrı məhz elə oradan başlayır anlayışını vermir. Başqa bir bizim orqanlarımızın fəsadı və ağrısı yansıya bilər ki, burada da komple peşəkarcasına yanaşma var. Təşəkkür edirəm doktor, bugün o dəyərli zamanınızı ayırıb bizimlə bərabər iştirak etdiyiniz üçün. Sonda isə mən Ajans Az xəbər portalına bizim informasiya dəstəkçimiz olduğuna görə ona dərin təşəkkürümü bildirirəm Tural Museybova və Fart mağazalar şəbəkəsinə bugünkü geyinmə görə Bakının bir neçə ərazisində böyük bir filialı dəbli və zövqlü xanımların məkanı olan Fart mağazasına təşəkkür edirəm. Bugünlük bu qədər. Təbii ki, oynaq xəstəlikləri böyük bir sistemi xəstəliklər qrupuna aiddir. Burada hər bir sahəsi bir mövzudur. Gələn buraxılışlarımızda da növbəti dəfə fərqli mövzularla qarşınızda olacağıq. Bugünlük bu qədər. Sabah eyni zamanda fərqli mövzu ilə görüşmək ümidi ilə. Salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.